Hüseyin təqdimatında sağlamlıqla gözəllik yürüyüşü efirdədir. Əziz dinləyicilərimiz, radyomuzun mobil telefonlardan, planşetlərdən m.bs.com yazaraq dinləyə bilərsiniz. Həmçinin SMS online xidmətimiz də aktivdir. Bir musiqi dinləyə daha sonra studiyamızdayıq. Əziz dinləyicilərimiz, Nuri Səniləndiricidən gözəl bir musiqi dinlədik. Haydi söylə. Bugün də çox maraqlı mövzumuz və qonağımız var, əziz dinləyicilərimiz. İlk öncə mövzumuzu xatırladım. Bugün sağlam qidalanmaq haqqında danışacağıq. Qonağımız isə həkim diyetolog Tutuxanıdır. Tutuxanım, xoş gəlmişsiniz. Xoş eşitdik. Mən də bütün Bəstəfən dinləyicilərimi salamlayıram. İnşallah bugün də proqramımız vasitəsilə faydalı olacağına çalışacağıq. İnşallah. Əziz dinləyicilərimiz, bir də xatırladım. Mövzumuz sağlam qidalanmaq haqqındadır. Əgər mövzumuzla bağlı suallarınız olarsa, SMS online vasitəsilə ünvanlaya bilərsiniz. İlk öncə başlayaq Tutuxanım. İlk öncə diyeta sözündən başlayaq. Diyeta sözü nə demək? Çoxları müəllimlərin bilir. Diyeta sözü, yəni fərqli insanlar üçün fərqli anlama gəlir. Kimlərin qorxulu, kabuslu yuxusuna çevrilir. Kimlər üçün isə sağlam həyat deməkdir. Kimlər üçün sadəcə bir arıtma üsulu vasitəsidir. Yəni burada hansı prizmadan yanaşmağımız önəmlidir. Amma əslində Yunanca'dan tərcümədə diyeta sözü sağlam həyat, sağlam qidalanmaq deməkdir. Yəni heç də ac qalmaq, özünə işgəncə vermək anlamına gəlmir. Amma təəssüf ki, bizim cəmiyyətdə, bizim toplumda, yəni bizim toplumda deyil əslində, dünyada da belədir, amma daha çox Azərbaycana yeni aktuallaşmağa başlayıb Azərbaycanda bu məsələ son 3-4 ildə. Və burada təəssüf ki, bəzi hallarda, bəzən hətta fobiya halına belə gəlib çıxır bu diyeta sözü, amma əslində heç də belə deyil. Sağlam arıqlanmaq dedikdə Tutuxanım, nə nəzərdə tutulur? Çoxları bunu başa düşmür, onsuz da yeyirəm də, arıqlayacaq. Yəni, arıqlamaq mövzusu belədir ki, bizim insan psixologiyası məhdəmələri ki, biz bir problemlə qarşı qalanda, köklü problemi varsa, artıq çəkli problemi varsa, daha çox düşünürük ki, dərhal məsələnin həlini axtarırıq ki, mən necə arıqlayım? Heç gün fikirləşmir ki, mən niyə kökəldim? Yəni, əgər ki, bu probleminiz varsa, arıqlamağa başlamadan öncə bu problemin bir səbəbi var. Bu problemin səbəbini araşdırın. Daha sonra bu səbəbi aradan qaldırmaq üçün sağlam qidalanmanın həyat tərzini çevirir. Yəni, köklü hardan qaynaqlanır? Burada bir endokrin sistemi bir problemi var mı? Yoxsa sırf sizin yaşam tərzinizlə bağlıdır mı? Fizik aktivite azlığına bağlıdır mı? Genetik faktör mu var? Yoxsa başqa bir problem var mı? Yəni, bu problemi meydana çıxarmaq lazımdır. Çünki bu problemi həll etdiyiniz zaman artıq arıqlamaqda belə deyək, yolun yarısına gəlmiş olacaqsınız deyə düşünürəm. Sağlam arıqlamaq dedikdə şəklinizin ideala gətirilməsi nəzərdə tutulur. Yəni, bədənlik indeksi biz bilirik ki, qadınlarda 18-25, bəylərdə isə son kılavuza görə hətta 19-26 bədənlik indeksi artıq normal hesab olunur. Yəni, bu bədənlik indeksimizi, body massımızı bu çevrədə tutmaq və ac qalmamaq şərti ilə orqanizmə zərər vermədən, orqanizmin vitamin mineral depolarına zərər vermədən sağlam bir şəkildə ideal çəkiyə nail olmaq artlamaq anlamına gələ bilər demişdir. Düzgün vurğuladı Tutuxanım. Mən bir sual da vermək istəyirəm ki, kökəlmədən eyni zamanda sağlam qidalanmaq üçün gündəlik rasyonumuzdan hansı qidaları əlavə etməliyik, eyni zamanda hansı qidaları rasyonumuzdan çıxarmalıyıq? Yəni, baxın, bu qida arıqladır, o kökəldir deyib bir şey yoxdur. Yəni, sadəcə hansı ölçüdə, hansı saatda yediyiniz önəmlidir. Və mən hər zaman deyirəm ki, yediyiniz, bizim qəbul etdiyimiz qida təbiətə nə qədər yaxın qalıbsa, bir o qədər bizə faydalıdır. Buna görə də çalışmaq lazımdır, təbii qidalara üstünlük vermək lazımdır. Təbii ki, sağlamlıqdan söhbət verirsin, təbii qidalar, o problem olsun və ya olmasın. Şərt deyil ki, biz kök olaq, sonra arıqlamaq üçün sağlam qidalara üstünlük vermək. Hər zaman təbii qidalara üstünlük vermək lazımdır. Və təbii qidalarda təbii ki, paketlənmiş ürünlərdən uzaq durmaq, ayaqüstü qidalardan uzaq durmaq, mümkün qədər evdə hazırlanmış qidalara üstünlük vermək, fast-foodlardan uzaq durmaq və həmçinin çöldə yemək məcburiyyətində olsaq belə orada düzgün seçim etmək də önəmlidir. Yəni, hər bir ortamda düzgün seçim etməyi bacarmaq, mən düşünürəm ki, bu məsələnin təməli olur. Ayda neçə kiloqram çəki itirməklə sağlam arıqlaya bilərik insanlarda? Mən risk Azərbaycanda Türk Yobesi araşdırma dəyənini yeganə etməyəm və bizim protokola görə, bizim kılavuza görə həftəyə 0.5-1 kiloqram arıqlamaq
daha məqsəd uyğundur. Həftəyə 0,5 mikrogram. Amma daha önəmli bir məqam nədir? İlkin çəkimiz nədir? Yəni biz arıqlamağa necə kilogramda başladıq? Deyək ki, biz qarşımızda 120 kiloluk bir bədən varsa, bu ilkin aylarda daha çox çəki verə bilər. Bu məsələ önəmlidir. İkinci önəmli bir məsələ itirdiyimiz çəkinin, deyək ki, aya 4-5 kilogram arıqladıq və ya kimsə 8 kilogramı. Bu itirdiyimiz çəkinin nə qədəri yağdan getdi? Bu önəmlidir. Yəni acılıqla və ya çox az kalorili diyetlərlə aya 10-15 kilogram arıqlayan insanlar da var, bu reallıqdır. Amma heç bir maraqlanır ki, bu 10-15 kilogramın nə qədəri yağdan getdi. Yəni əzələ kütləsi itirirsinizsə, bədəndən itirdiyiniz mayenin və əzələnin hesablanırsa bu çəki azlığı, o zaman bu sağlam deyil və heç bir mənası yoxdur. Bu tekrar geri qayıda bilərmi? Tekrar geri qayıda və orqanizmə zərər verər. Bu önəmlidir. Orqanlarınız fəsad yaşayar, bu önəmlidir. Yəni evi yoxdur, aya 4 kilogram arıqlayın, amma yağdan arıqlayın. Yəni 4 kilogram yağ 200 qramdan götürsək 20 başqa margarindir. Belə izah etsək amma anlayacağımız bir də olsun, hə? Yəni bu önəmlidir mənə görə. Gün ərzində bəs nə qədər kalori qəbul etməliyik? Qəbul edəcəyiniz kalori insanın yaşına, boyuna, çəkisinə, mövcud çəkisinə uyğun, həmçinin gündəlik fiziki aktivliyinə uyğun olaraq hesablanır. Yəni standart kaloriləri yoxdur. Deyək ki, 130 kilogramlıq bir insanın, 80 kilogramlıq bir insanın günlük kalori ehtiyacı fərqlidir. İndividualdır təbii ki, bu önəmlidir. Bundan önəmli məqam o kalorinin hardan almağınız önəmlidir. Buna toxunmaq istəyirsinizsə. Çünki günlük enerji ehtiyacımızın 55-60%-nə qədəri karbohidratlardan gəlməlidir. 15-20% proteinlərdən gəlməlidir. Qalan 25-30% arasında da civarda yağlardan gəlməlidir. Çünki burada bir çox doğru bildiyimiz yanlışlar var və insanlar arıqlamaq deyərkən ilk öncə nə edən çörəyi həyatından çıxardır, yağ yemirəm, ayman nə arıqlayacağım. Nəticədə nə olur? Bir müddət sonra depressiya düşür, agresiv olur, saçlar tökülür, dırnaqlar qırılır, yaddaş gedir. Mən indi ona toxunmaq istəyirəm. Bir çox diyet hesaplayan insanlara yaxınlaşmaq qeyri-mümkün. Hətta söz demək olmur. Agresiv olur. Bu dəqiqə elə bilirsən ki, üstündə partlayacaq da sənin belə bir şey. Niyə elə o qədər agresiv olur? Çünki orqanizm ehtiyacı olan enerjini almır. Yəni onların bədənləri ilə beyinləri müharibə halında yaşayırlar. Və harmoniya yoxdur. Buna cavab olaraq, onlar davamlı olaraq qan şəkərinin düşməsini görürlər ki, hipoglisemiya düşürlər ki, bu da ondan irəli gəlir ki, bu insanlar karbohidratı kəskin azaldıqlar və azaltdıqları zamanda orqanizm ehtiyacı olan enerjini almadığı üçün təbii ki, bu problemləri yaşayır. Əziz dinləyicilərimiz, xatırladım ki, qonağımız həkim diyetolog Tutuqanımla əlaqə saxlayanmaq istəyənlər Tutuqanımıza yanıtılması xatırladım. Tutuqanımı yazmışım ki, artıq kifayət qədər təvəzzəkartımızda olacaq. Kalmışdır demir, çalışıram ən azından öz sahəmdə faydalı ola bilir insanlara. Tutu Zeynalova yazsalar və ya tutuzeyt.com saytına daxil olsalar, Azərbaycanda yeganə sağlam qidalanma blogudur. Orada mən mövzuyla bağlı həm məqalələr, həm videolarımız var, həm yəni hər kəs daxil olub öz günlük qəbul etdiyi qidaların kalorisini hesablaya bilər, ideal çəkisini hesablaya bilər. Bunun üçün ayrıca proqramlar yükləmişik və Tutu Zeynalova kimi olun yəni görünə bilər. Əncəl hissələrdə müraciət edirlər. Çox sağ olun. Əziz xanımlarımız, dinləyicilərimiz, əgər suallarınız varsa, SMS onların vasitəsilə ünvanlaya bilərsiniz. Bir musiqi dinləyən daha sonra studiyamızdayıq. Əziz dinləyicilərimiz, xatırladım ki, qonağımız həkim diyetolog ola bilər. Belə deyək, hər bir orqanizmin müəyyən vitamin, mineral ehtiyacları var ki, deyək ki, ac qaldığımız zaman, yanlış qidalara üstünlük verdiyimiz zaman biz sadəcə orqanizmə ehtiyacı olan vitamin və mineralları ötürməmiş olacaq ki, bunun da fəsadlarını hər bir orqan öz növbəsində bizə bir çağırış edəcəkdir. Yəni, hər bir orqana fəsad ola bilər. Bu da dəmir eksikliyi ola bilər, B12 vitamin eksikliyi ola bilər, sınıf eksikliyi ola bilər daha sonra. Yəni, bizim qidalardan aldığımız vitaminlər əlbəttə ola bilər. Yağda əlbəttə süpəriyən vitaminlər. Bu vitaminlərin çatılmazlığına bağlı olan müəyyən simptomlar ola bilər. Daha sonra bu insanların yaddaş problemləri ola bilər. Saç dökülməsi, dırnaq qırılması, əsəbi gərginliyi və s. Yəni, yanlış qidalandığımız zaman ürək-damar xəstəliklərinin riski artır, diabet riski artır, hipertoniya riski artır, daha sonra psixoloji problemlərin riski artır, osteoporoz, oynaq problemlərin riski artır. Yəni, hardan baxsan,
Məsələnin təməlində düzgün qidalanma durur və bugün mən düşünürəm ki, deyilənlər boşuna 21-ci əsrin epidemiyası adlandırılmıyor və Dünya Səhiyyə Təşkilatı məlumatına görə dünyada bugün, yəni 2016-cı ilin ortalarına doğru 2,3 milyard insanın artıq şəkildən əziyyət çəkəcəyi və bunların 700 milyonunun iyiləmədən əziyyət çəkəcəyi gözlənilir. Bu kifayət qədər ciddi bir siqnal və ciddi bir rəqəmdir. Bu gələcəkdə qeyd etdiyim xəstəliklərin artışının anlamına gəlir ki, bu da istəmədiyimiz bir məqamdır. Yəni buna görə də kilo problemi olsa da, olmasa da sağlam qidalanmaq düşünürəm ki, bizim sağlamlığımızın təməlidir. Tutuq xanım, çoxlarının düşüncəsində bu var ki, mən saat 6-dan sonra yemək yeməsəm, arada uyacağım və sizin fikrinizdə? Yəni bu da əslində doğru bildiyimiz yanlışlar içərisindədir. Çünki müasir insanın yaşam tərzində, həyatını düşünsək, iş həyatında olduğumuzu düşünsək çoxlarımızın, o zaman gələk heç kim axşam yeməyi yeməsin yəni. Çünki bizim iş saatımız 6-da bitir və bizim evə gəlməyimiz, yemək hazırlamamız artıq saat 7-yə çəkir. Və 6-dan sonra yemədiyiniz zaman, deyək ki, 6-dan sonra yemədiniz, nəticə əldə etdiniz, amma səhərə görə neçə saatlıq acılıqla oyanmışsınız. Yəni uzun sürəli bir acılıqla oyandığınız üçün gələcəkdə insulin resistentliyi problemi yaranma riskini artırırsınız əslində. Yəni bu yanlış bir şey. SMS-lərimizə keçid almaq istəyirəm. Davud bəy yazır. Salam Nur xanım, necəsiniz? Təşəkkür edirəm. Qonağımız Tutuq xanım da salamlayıram. Xoş eşitdik. Nur xanım, Tutuq xanıma sualım budur. Mən gün ərzində bir dəfə yemək yeyirəm, amma hal-hazırda biz çəkim 85 kiloqramdır. Mənim kökəlməyimin səbəbi nə ola bilər? Boyunu, yaşını yazmıyor təqdim ki. Yox, yazıcı siz də hesabladı. Demək ki, burada xanım mı yazır? Davud bəy yazan. Bəzən xanımlar uşaqların adını niklər açır. Ona görə soruşun əslində. Demək burada 85 kilogram olmağının səbəbi əslində məsələ o gündə bir dəfə yemək yeməsidir. Nə üçün? Çünki orqanizm ehtiyacı olan enerjini almır və o gündə bir dəfə bu insanın ona göndərdiyi yeməyi gün içinə çatdırmaq üçün daha az sürətlə çalışır. Belə deyək, gözləyir ki, gündə bir dəfə ona yemək gələcək və o yeməyi yağ olaraq depoluyur. Ki, sabah Davud bilmək olmaz sadəcə yemək yiyəcək. Bu yerdə nə verirsə, onun ağını piyə çevirir ki, sabah ac qaldığı zaman, yəni növbəti günün o yemək saatına qədər bu verdiği o az enerjini çatdırın. Yəni belə izah edin, doğru dildə izah etmək üçün. Düşünün ki, siz 200 kilometreli bir yola çıxırsınız, amma benzini deyək ki 50 kilometrelik, yəni yanacağı 50 kilometrelik vurmuşsunuz maşınınıza və bu araba sizi bəlli bir yerə kimi götürəcək. Daha sonra deyəcək ki, məndən bu qədər. Yəni orqanizm də eyni. Siz ona enerji ötürməlisiniz ki, o çalışsın və gün ərzində ona göndərdiyiniz enerjini, o kaloriləri yandırsın. Səbəbi məhz gündə bir dəfə yemək. Gündə bir dəfə yeməkdir. SMS-imizə bir daha keçid aldım. Adını bildirmək istəmir dinləyicim. Deyək ki, mənim bir tanışım var. O hal-hazırda diyetologla çalışır. Onun çəkisi 85 kiloqramlardır. Hal-hazırda çəkisi 60 kiloqramdır. Ona dərmanlar və kofe çayları verirlər. Bu nə dərəcə düzgünür? Diyetolog deyir ki, bu verilən həm də gündə 2 dəfə dərman qəbul edir. Diyetolog deyir ki, gündə 2 dəfə dərman qəbul elədiyin dərman sənin iylərini əridəcək və sidik vasitəsilə sənin iylərin xaric olacaq. Nə qədər düzgündür? Yəni burada yenə deyirəm, o insanın artıq çəkisinin səbəbindən asılıdır. Həkimin hansı səbəblə dərman yazdığından asılıdır, yəni bunu bilmirik. Bu insanın analizləri qarşımızda yoxdur. Amma o ki, arıqlarıcı, çağlar, kokteyllər təbii ki, bunun əleyhinə edirik. Çünki əksər hallarda onlar bağırsaqların pasaj funksiyasını rəhtləndirərək bir müddətli arıqlanmalı. Orqanizm yəni problem yaşayırsa olur, şəkilləri sürətlə geri alır və bəzi dərmanlar və o çağlar sidik olucu effektə malik olduqları üçün sadəcə tərəzə çıxdığınız zaman çəki gedib görürsünüz, rəqəm olaraq görə bilərsiniz. Amma bu sadəcə orqanizmdən çıxdığı suyun hesabına olur. Yəni, bu hal-hazırda müayinə nəticələr əlimizdə olmadığı üçün çətinlik çəkirəm demək üçün. Adına ən azından yazsın, ona uyğun təxmini deyin ki, nə problem ola bilər. Fərid bəy yazıb, salam Nur xanım və Tutuq xanım. Tutuq xanım ac qalmadan necə arıqlamaq olar? Əslində arıqlamaq üçün elə yemək lazımdır, ac qalmaq lazım deyil. Tez-tez az yeməyə çalışın, bir tək səhər yeməyi yiyin. Bu çox önəmli bir məqamdır. Səhər yeməyi. Çox vaxt səhər yeməyi imtina edir, əksinə... Bəzən çox hallarda deyirlər ki, Tutuq xanım səhər yeməyi yiyəndə gün ərzində daha çox ac oluram. Mən deyirəm, siz buna sevinin. Yəni siz göndərdiniz o enerjini, yanacağı orqanizminiz
yandırır və yenidən enerji tələb edir. Yəni, yeməyə qorxmuyor. Səhər yeməyi yeməyimiz önəmlidir, fiziki aktivliyimiz önəmlidir, gün ərzində su içməyimiz önəmlidir. Yəni, bunlar təməl daşlarıdır, sağlam arıqlamanın və yiyərək arıqlamanın. Və qidalanma rasionunda artıq insanlar müxtəlifdir. Belə deyil, insanların cinsiyyətinə görə, boyuna görə, yaşına görə, yaşadığı coğrafiyaya görə, qida mədəniyyətinə görə fərqlənir. Yəni, bu qədər fərqliyin içində standart bir menyunun hər kəsə faydalı ola biləcəyini düşünmək özü yanlışdır. Burada individual yanaşma çox önəmlidir. Deyək ki, səhər saat 8-də yuxudan oyanan, 9-da yuxudan oyanan birindən siz desəz ki, sən saat 6-da durmalısın, bu almanı yeməlisən, bu qarşını içməlisən. Yəni, bir həftə 10 gün edər bunu. Bir müddət sonra artıq işgəncə halına çevrilir. Çünki o menyu, o rason onun biyoloji ritminə uyğun deyil. Buna görə burada individuallıq çox önəmlidir. Çox önəmlidir. Sedan Hanım yazı Salam Besledim Radyosu sizə qonağınızı salamlayıram. Diyeta sözünün mənası doğru dilində desək, nəfsinə hakim olmaq deməkdirmi? Yəni, iradəsi olmayan bir insana arıqlaya bilərmi? Arıqlaya bilər. Məhəmməd Yaydıqarlı yazıb, salam dəyərli Besledim ailəsi, necəsiniz, təşəkkür edirəm. Yeni verilişiniz xeyirli, uğurlu olsun. Verilişini xatırladım ki, verilişimiz yeni deyil, artıq bir ildir. Ola bilirsin, Məhəmməd Bey bir qoşulur var. Bəli, bir qoşulur. Aylıq xanım salamlayıram, diyetologumuzda salamlayıram. Dağlı Bey yazır ki, məyaq qeyd edən 85 kilogram çəkisi var. Evi yazır ki, Tutuq xanım, boyum 1.75, çəkim 85, gündə bir dəfə axşam yeməyi yiyirəm, amma kökəlmə gedir məndə. Temboydakı axşam yeməyi. Məncə də elə axşam yeməyində və çox vaxt elə olur ki, səhər yeməyi işə tələsirik, səhər yeməyi yemirik, günorta çöldə barda olur, nəsə atışdırırıq, normal yeməyi yemirik və axşam artıq o yorğun iş gününün sonunda biz eve gəldiyimiz zaman məsanın üzərində nə varsa sildir süpürdür məsələsi olur ki, bu nəticəsində bu təbii haldır ki, artıq çəkim problemi yaranır. Yəni, siz o axşam yediklərinizi gün içində bölün, yayaraq yeyin, tez-tez az-az yeyin. Yəni, Davud səhər yeməyə başlasa artıq məsələnin 50%-ni çözəcək. Bir müddət sonra sizə təşəkkür mesajı göndərəcək. Əziz dinləyicilərimiz, bir də xatırladım ki, qonağımız Həkim Diyetolog Tutuq xanımdır. Bir musiqi dinləyək, daha sonra mövzumuzu davam edebiliriz. Əziz dinləyicilərimiz, Sevdadan gözəl bir musiqi dinlədik, mövzumuzu davam etdirdik. Xatırladım ki, qonağımız diyetolog Həkim Tutuq xanım. Tutuq xanım, şirniyyat yemək insana köklərdə bilərmi? Köklük gətirə bilərmi şirniyyat? Artıq çəkinin səbəbindən asılıdır. Təbii ki, hansı aralıqlarla yediyiniz önəmlidir. Yemək yediyiniz bütün gün şirniyyat etsəniz, təbii ki, kökələrsiniz. Amma şirniyyat seçiminiz də önəmlidir. Şirniyyat olaraq nə seçirsiniz? Bir var sürdü şirniyyat var, onları biz arayın olarak arasında istifadə etməni tövsiyə edirik. Şirniyyat yediğiniz saat önemlidir. Yəni şirniyyat ihtiyacınızı günün birinci saat ödəsəniz daha yaxşı olar. Sürdü şirniyyatlara üstünlük verirsiniz və hər zaman verir ki, şirniyyat yediğiniz zaman onu dostlarınızla paylaşın. Xoşbəxtlik paylaşın da çoxalır. Siz həm porsiya olarak az yemiş olacaksınız, onu paylaşsanız. Həmçinin də artıq çəki problemində yaranma riskiniz daha az olmuş olar. Amma mən deyərdim ki, bu orqanizmdən asılı. Çünki bəzi insanlar şirniyyat yiyir, kökəlir, bəziləri şirniyyat yiyir, kökəlmə yoxdur. Kökəlmə yoxdur. Bu o demək deyil ki, o sıvı ortalamı və hiçbir zaman kökəlməyəcək, o problemi yaşamayacaq. Bu nədən asılıdır? Burada, bugün biz təbii ki, artıq çəki problemi olan insanlardan danışacağıq. Amma burada iki məqam var. İki faktor var. Bir, dəyişdirə bilməyəcəyimiz faktor. Bu insanın genetikasıdır. Yəni, bu insanın bazal metabolizması sürətlidir. Bir də bu dəyişdirə biləcəyimiz faktor. Bu artıq yaşam tərzimizdir, qidalanmamızdır və s. ki, bu dəyişdirə biləcəyimiz faktorlar. Əgər şirniyyat yediğiniz zaman kilo problemi varsa və ya deyək ki, kilo probleminiz insulin resistentliğine bağlıdırsa və ya bir diyabet probleminiz varsa, qanlanma vəzin poxluqca varsa, o zaman yediğiniz şirniyyat sizə artıq çəki olaraq geri gələ bilər. Amma şirniyyatı tamamilə həyatından çıxarıb, ömür boyu hər şeydə məmnun edir ki, arıqlayacaq. Yəni, bu da biraz haqsızlıq olar insanlara. Yəni, müəyyən aralıqlarını istifadə etmək olar. Mənim üçün maraqlıdır. Bir çox diyetologlar bu fikirdədir ki, köklük xəstəlik, arıq sağlamlıqdır. Tutuq xanım da bu fikirdədir, yoxsa necə? Arıqlıq, köklük təbii ki, biz istəmirik. Artıq çəki problemi özünə yanaşı bir çox xəstəliklərin yaranma riskini artırır. İdeal çəkidə olmaq lazımdır. Çox, yəni çəki zirkisi yaşayan insanlar da var.
Bunların da müəyyən sağlamlıq problemləri olma riski çoxdur. Ama təbii ki, bizim bədənimiz nə qədər ideal çəkiyə yaxın olarsa, bu bir o qədər sağlamlığımıza etmiş yatırım, yəni sağlamlığımıza etmiş olduğumuz yatırımdır. Təbii ki, ideal şəkildə olmaq ilk öncə sağlamlıq məsələsi. Yəni, məsələnin sağlamlıq tərəfi çox önəmlidir. Estetik tərəfindən çox sağlamlıq tərəfi önəmlidir, bəli, sağlamlıq. İşimizlə bağlı olaraq bir çoxlarımız oturaq işlə məşğul oluruq. Bu köklüyə səbəb ola bilərmi və bundan onlara nə demək istəyir? Oturan iş. Təbii ki, müasir insanın həyatını nəzərə alsaq, ofis işçilərinin, xüsusilə də ki, o problemi olmalıdır. Bunu da nəyə bağlıdır? Səhər işə tələsir, səhər yeməyi yemin, mütləq ofisinin yanında bir şirniyyat evi var. Oradan nəsə bir şirniyyat alır, arada onu atışdırır ac qarnına. Günorta yeməyini məcburən çöldən sifariş verir, fast food tipli qidalar olur. Və günün sonunda evə yorğun gəlir, ofis işçilər geç saatlara kimi çalışırlar, geç saatlarda axşam yeməyi yeyirlər. Və gəldikdə artıq yəni ağır iş gününün sonunda psixoloji olaraq fikirləşib mən özümü mükafatlandırır. Mən bunu hak etdim. Yəni bütün gün işləmişəm, ayrı qalmışam və mən artıq bunları, bu mənim haqqımdır, mən bunları yeməliyəm. Və sonra da yatır. Yəni yeməkdən sonra dərhal yatırımız arkasındadır, seriallara baxır ya da ki yatır. Ki bu da bəlli bir süre sonra bazen metabolizmamızın zəifləməsi və artıq çəki problemine səbəb olur. Nə etmək lazımdır? Sən yeməyi yemək lazımdır mütləq. Və evdən sağlıqlı bir səhər yeməyi atışdırmaq, götürmək lazımdır işə. Çünki güneş şirniyyatla başladığınız zaman artıq ən böyük səhvi orada etmiş olursunuz. İşte de her zaman alternatif atıştırmalıqlar olmalı. Günə səhər yeməklə başlamalıyıq, sağlıqlı şəkildə. Mən istəyərdim bəzi qidaların adını qeyd edəsiniz. Sağlam səhər yeməyi. Yəni səhər yeməyinizi saat 9'a kimi yeyib bitirin. Burada həm karbohidrat, həm proteindən zəngin bir səhər yeməyi sizin gün boyunca əslində iş fəaliyyətinizi də daha yaxşılaşdırar. İşte de verimliliğinizi daha artırar. Yəni protein qaynaqlarımız nədir? Yumurtadır, pendirdir, sütdür, kəslikdir. Bunlardan istifadə edirik. Karbohidrat qaynağı olaraq çörəkdir, kəpəkli sendviç də ola bilər, bir tost da ola bilər, məsələn, yulaf istifadə edə bilərik. Yəni günlərə görə bunu dəyişir, amma ən gözəli, ana sütündən sonra ən gözəl protein qaynağı biz yumurtadır deyirik. Elmi çalışmalar da göstərir ki, səhər yeməyini yumurta yeyən insanlar işte daha güzel nəticələr əldə edirlər. Səhər yumurta yeyən şagirdlər, səhər yeməyi yeyən şagirdlər sosial ortama daha tez uyğunlaşırlar, öz güvənləri daha yaxşı olur. Və bu şəkildə səhər yeməyini planlaşdırır. Həm protein, yağ olaraq da yağlar istifadə edə bilərlər, zeytunlar istifadə edə bilərlər, çərəzlərdən istifadə edə bilərlər. Yəni hər kəsin damaq tadı fərqlidir. Və qida mədəniyyəti fərqlidir. Ona görə standart bir şey demək biraz çətindir. Amma qaynaqları dedik, yəni bunlardan alternativ bir səhər yeməyi hər kəs özünün üzərində bilə verir. Mövzumuz sağlam qidalanmaq haqqındadır. İstəyirəm ki, uşaqlarımız da yadını çıxarmayaq. Uşaqlarımız gün ərzində neçə dəfə qidalanmalıdır? Uşaqlarımız ən az 3 dəfə qidalanmalıdır, 3 ana öğün olmalıdır və sağlam ara öğünlərin təşkil olunması önəmlidir. Bugün uşaqlarımızın da bir çoxları səhər yeməyi yemədən dərsə gedirlər. Məktəbin yemək çantasını açsaq, orada da müxtəlif çipsılar, qazlı içkilər, şirələr, bilməm nələr, bulkalar falan görəcəyik ki, bunlara da diqqət yetirmək lazımdır. Mənim video blogumda şagirdlər üçün sağlamlıq atışdırmalıq, çantaya nə qoya bilər valideynə, bu hafta bir videomuz var, onu izləsinlər ən azından. Yəni ki, çantalarında nə qoyduğumuz önəmli. Çünki valideynlər çox zaman uşaqların ciblərinə qoyduğu pullar kaynaşırlar, səhər yeməyi edirlər və məktəbin kantinlərində yediklərini kaynaşırlar ki, orada da nə pişdiyi, hansı yağlı pişdiyi bəlli deyil. Bu önəmlidir. Günorta yeməkləri yeməyi, akşam yeməkləri yeməyi önəmlidir və ara öyn olaraq düzgün atışdırmalıqları, düzgün seçməkləri önəmlidir. Və hər gün bütün qruplardan, həm ət qrupundan, həm çörək qrupundan, hətta ən azı 2 dəfə paxmalılardan sonlarda mütləq qida olmalıdır. Bu mövsümə uyğun meyvə tərəvəzlərdən istifadə etmək lazımdır. Bu mən deyək, böyüklərə də aiddir. Böyüklərə də aiddir, təbii ki, və uşaqların hər gün ən azından əgər valideynlər uşaqlardan yaxşı qiymətlər gözləyirlərsə, yaxşı performans gözləyirlərsə, o zaman mütləq hər gün necə olsa bir olmuş çiğ badam yedirsinlər. Çünki bilirsiniz ki, badam, qoz, çərəzlər omega yağ turşularından zəngin olduğu üçün bizim beynimizin daha yaxşı çalışmasını təmin edir. Bu arada da artıq imtahanlar da yaxınlaşır. Mən dünən artıq bu haqda bir məqalə paylaşdım. İmtahanda uğurlu nəticə əldə etmək üçün 9 qızıl qayda. Bunu da izləyə bilərlər. Yəni, burada da biz qeyd etdik ki, bizim beynimizin çalışması üçün, imtahanda daha gözəl nəticə əldə etməyimiz üçün, performansımız yaxşı olsun, bir hansı qidaları
üstünlük verməliyik. Bunlar əslində çox önəmlidir. Amma qida mədəniyyəti ailədən qaynaqlanır. Yəni belə deyək, ömür boyu tərəvəz yeyən bir atam uşağına istədiyiniz qədər kələmin faydasından danışın. Çünki atam sevir, mən də yemirəm və ya ana deyək ki, iş xanımıdır və daha çox fast foodla qidalanmışdır. Təbii ki, uşaqdır. Uşaqlar bizim dediyimizdən çox bizim hərəkətlərimizə özlərə götürürlər. Biz onlara örnək olmalıyıq. Hər mövzuda, bir tək qidalanma mövzusunda yox, xüsusilə də qidalanma mövzusunda düşünürəm ki, biz onlara örnək olmalıyıq ki, onlar, yəni biz sağlam gələcək yetişdirəliyik. Bu yana internetdə mən deyərdim, bir çox müxtəlif pəhrizlər yanılır. Bunları körpə bir şəkildə rasyonumuza əlavə eləmək nə dərəcə düzgündür? Yəni bu haqda çox danışılır, hər gün danışılır, amma sanki danışıqların elə inandığına bu pəhrizlər biraz daha dəməminir. Yəni nə üçünsə Jennifer Lopez'in və Angelina Jolie'nin diyeti burada bizim məsləhətlərimizdən daha hər kəsin orqanizmi fərqlidir. Yəni məncə də fərqlidir və fərqlidir və bu qədər fərqlinin içində onun diyeti sizə uyğundurmu, deyilmi, qida mədəniyyətiniz fərqlidir, yaşadığınız coğrafi fərqlidir. Bunlar yanlış bir şeylərdir, amma mən hər zaman deyirəm, insan neydir, özünə eləyir. Yəni sizin sağlamlığınız sizin üçün vacib deyilsə, o zaman götürün o internetdən o diyetləri, amma fəsadlarla sonra yenə o xəstələri qarşınıza qoyulur. Yəni gəldikləri zaman məlum olur ki, falan diyet etdim, falan takdir etdim, qonşuna. Yəni biz daha çox, belə deyək, öncə qonşumuz zəhmətdən soruşuruq, sonra falçaya gedir, sonra ekstrasiyasiya gedir və axırda yadınız ki, həkim var, həkim görür bu nədir? Amma həkimin yanına bir vəziyyətdə gəlirlər ki, artıq, yəni biz necədir? Bu bir tək Azərbaycanda belə deyil, Amerikada 3 nəfərdən bir qonşu retseptindən müalicə alır. Yəni bizim toplumda düşünürəm ki, belə deməlidir, amma irəliləyişlər var, yəni. Çox da ayrılacaqlı deyil, irəliləyiş var, insanlar ən azından maariflənməyə bugün ehtiyacı var və istəyirlər artıq. Və mən son dönəmlərdə müşahidə etmişəm ki, daha çox bizim bu şənliklərdə artıq daha çox su təklif edirlər. Necə dəyişirsin deyəndə, su deyəndə hansı su, hansı şirə deyilir, soruşurlar. Amma artıq hansı su istədiyinizi anlayırlar. Və mənə qarşı bilənlər yoxsa, biraz deyəcəm, Azərbaycan su səfirisiz. Amma ümumiyyətlə, daha çox parklarda yürüyüş edən insanların sayı çoxalır. Yəni bunlar mənə aşırı xətli olaraq sevindirir ki, demək ki, insanlar artıq marifləndir bu mövzuda. Sağlamlıqlarının qeyrələ qalırlar. Bugün təhlizlərlə aralaya bilməyənlər əməliyyatları tuturlar. Buna münasibətiniz necədir? Məndə keçirmə əməliyyatı. Sizdə də deyərdim xanımlarımız. Yox, mənlərin isə kifayət qədər var. Xanımlarına gəlmirlər. Xanımlarımız daha çox. Bariyatik əməliyyat əslində yəni ki, siz də dinləyicilərinizə gözü tutan necə yox, qətiyyən olmaz falan, yox, mən bunu deməyəcəm. Çünki göstəriş varsa, ondan bilər. Yəni, bəbək gündə indeksi 40-ın üstündədirsə, bəzi hallarda müəyyən xəstəliklərin yaranma riski çoxdursa və 35-in üzərindədirsə bəzi hallarda biz bariyatik əməliyyatları alternativ variant olaraq görürük. Əgər xəstə bir il ərzində 2 fərqli diyetisyəndə, diyetologda bir nəticə əldə edə bilmirsə, bədən kütləyiniz 40-ın üstündənsə və artıq sağlamlıq problemləri yaşamağa başlayırsa, sağlamlığın sosial problemlər də çoxdur. Yəni, yolu insan istər iştahma məsələsi olsun, istər yaşadığı digər çevrəsəl baskı olursa, bunlar hansı var, bu reallıqdır. Buna görə bariyatik əməliyyat məsələnin həlli yolu ola bilər. Amma bunu olaraq düşünməsinlər. Yəni, hər bir artıq çəkili insanın, yəni hiyləmədən əziyyət çəkən insanın, biz danışıq 130, 140, 150, 160 kiloqramlar. Hər zaman deyir ki, kaş gibi möcüzə olsa da, mən bu 40-50 kilonu birdən versəm də, sonra yavaş-yavaş arıqlayardım. Yəni, bu mədə küçülmə əməliyyatı bu möcüzəni yaradır. O çox kilonuzun bir qismini sürətlə verirsiniz. Amma daha sonra siz onsuz yaşam boyunca sağlam qidalanmalısınız. Bu geri qayıdırmı yoxsa? Həyatınızın sonuna kimi sağlam qidalanmalısınız. Fiziki aktiviniz olmalı ki, o çəkini qoruya biləsiniz. Geri qayıtma halları aydan olmur, amma düzgün qidalanmalıdır. 3-7% hallarda ehtimal var ki, 5 ildən sonra çəkinin tam o qədər gəlmir, amma bir qismi geri gələ bilər. Belə çalışmalar var. Amma bugün istər Avropada ümumiyyətlə, yəni ən ötki səthi əməliyyata qədər tez olunan bir əməliyyatdır, bariyatik əməliyyat. Sadəcə burada 100 ölç bir biç prinsipi olmalıdır. Əməliyyatda gedən xəstəni həm endokrinoloq, həm dietolog, həm psixolog, həm ürək-damar xəstəlikləri uzmanı, həm cərrah bərabər bir konsili verib dəyərləndirməlidirlər. Yəni daha sonra, yəni bu həkimlərdən biri yox desə,
deyək ki, xəstə siqaret çəkir, minimum 3 ay siqaret dayandırmalı ki, əməliyyata girəbilsin. Yəni, bu məsələdə diqqət etmək lazımdır və bir komanda şəklində çalışıb bu insana sonraki həyatında da dəstək olmaq lazımdır. SMS-lərinizə keçirək, Gülnarə xanım yazıb, salamlı xanım və Tutu xanım necəsini təşəkkür edirəm. Mən xanım xörəklərindən meylim var, bir sözlə nəfsini saxlaya bilmirəm. Boyum 1.60, çəkim 71 kilogram, ayrılamaq istəyirəm, ancaq ki, nəfsimə hakim ola bilmirəm. Xəmir xörəklər artıq yaydır, yəni ki, yayda yemirlər, amma yayda tutaq sezonu başlayır. O zaman başqa bir problem var mı, yox mu, baxmaq lazım. Xüsusən axşam saatlarında artırsa bu istək, geç saatlarda, 6-dan sonra belə aşırı canavar iştahı gəlirsə, daha çox xəmir xörəklərdə meyillik varsa və ailədə diabet varsa kimdəsə, o zaman bu qanun bir qan şəkərli insülin analizini verirsə, insülin resistentliyi var mı, yox mu, bunu dəyərləndirmək lazımdır. Qalxaları vəzini dəyərləndirmək lazım. Yəni, aşırı bir istək varsa, bunun bir səbəbi var. Hardan qaynaqlandığına görə öyrənək. Yəni, sadəcə damaq dadına uyğun olaraq da yeyə bilər, o zaman az istifadə etsin. Yəni, başqa cür alınmırsa, mən bunu illa da yiyəcəm deyirsə, həftədə bir dəfə yesin, ölçülü şəkildə yesin, yaxşı çeynəsin, hər tikədən sonra yəni, kəngəli yerindən qoysun, bu da bir müddətlə yemək saatını uzatsın. Daha sonra görəcək ki, az bir ölçüdə yeməklə də doya bilir. Və belə deyək, boş qabımızı düşünək. Boş qabın 4də 1 hissəsini xəmir xörəyindən ibarət etsin. Qalan hissəsini ət və tərəvəzlərdən ibarət olsun. O zaman daha az qəbul etdiyi üçün o xəmir xörəyi ona artıq şəkil olaraq geri gəlməz. Amma hər birində yeməsə təbii ki, daha yaxşı olar. Səmrə xanım yazıb, salamlı xanım və Tutu xanım necəsiniz? Təşəkkür edirəm. Tutu xanım, bir sizi sana gün və həftəyə mən üzr istəyirəm. Dinləyicilərimiz yazanda Azərbaycan şirkətlərindən istifadə etməsinlər. Xanım, mən bildiyimə görə yazıb ki, həftə ərzində ət nə qədər istifadə etməliyik. Məncə belə bir şeydir. Qırmızı ətdən söhbət gedir. Yəqin ki, istifadə etməsi, qırmızı ət 2 dəfə kifayət edər. Burada da fikirlər qaşalanır, bəziləri yox, qırmızı ət fərçək yaradır, bilməm, onu yaradır, bunu yaradır. Burada ət yox, əti pişirmə qaydası önəmlidir. Demək ki, siz onu yağda qızartsaz və ya ocaqla ətin, deyək ki, bir kabab bilirsiniz və ocaqla ətin arasındakı məsafə 15 cm-dən az olarsa, o zaman müəyyən xəstəliklərin yaranma riski artar. Buna görə də ətin pişirmə qaydası önəmlidir, yağsız yerindən olmaq şərti ilə və yağda qızarmamaq şərti ilə həftədə 2 dəfə istifadə etmək olur. Əziz dinləyicilərimiz, bir daha xatırladım ki, qonaqlığımız həkim diyetolog Tutu xanımdır. Səmrə xanımdan bir daha xahiş edirəm, əgər SMS-ini düzgün səsləndirmədimizsə, yenidən SMS yazsın bizə. Bir musiqi dinləyək, daha sonra söhbətimizi davam edəcək. Əziz dinləyicilərimiz, davam edirik. SMS-lərimizdə keçid almaq istəyirəm. Nur Afət Yıkılmaz yazıb ki, Gözəl xanım, bu uğurlar, İlhamə xanım yazıb, uğurlar sizə. Nur xanım yazıb, təşəkkür edirəm. Vermək istədiyim hər sualı Tutu xanıma verdiniz. Təşəkkür edirəm hər birinizdən. Mən istəyirəm Tutu xanım, verişimizin sonuna yaxınlaşırıq. İstəyərdim bir necə doğru bildiyimiz yanlışları qeyd edeyim. Bir necə doğru bildiyimiz yanlışlar. Əslində hamısını qeyd etdiyi demək olar. Yenə qayıdırıq səhər yeməyinə. Su çox önəmlidir. Hər saat başı bir stəkan su içməyə çalışaq. Çox önəmlidir. Su dünyada tapa biləcəyimiz ən gözəl içkidir. Və susuz ümumiyyətlə, yəni həyatını düşünmək olmaz. Buna görə də təəssüf ki, su içməyən toplumda yaşayırıq. Hər saat başı çəkimizin 3%-nin istəyində su içməyimiz önəmlidir. Tez-tez az-az yeməyimiz önəmlidir. Axşam yeməyimizi saat 8-ə kimi yeyib bitirməyimiz önəmlidir. Qızıl qaydaları deyək, səhər acı qarnına və gec saatlarda şirniyyat, hətta meyvə belə, ya ki o problemi varsa yeməyi tövsiyə etmirik. Hər öğündə həm protein, həm karbohidrat, həm yağlardan zəngin, amma təbii ki, burada sağlam yağlardan söhbət gedir. İstifadə etməyimiz önəmlidir. Arıqlayacaq deyil çörəyi, çörəyi qrupunda yer alan qidaları, yəni tamamilə rasyondan çıxarmayın. Bu çox böyük yanlışdır. Bugün ən çox olunan yanlış odur. Yəni 9-10 nəfərdən 8-i deyir ki, mən çörək yemirəm. Niyə yemirsən? Arıqlayacaq və ya 6-dan sonra yemirəm, arıqlayacaq. Bunlar yanlışdır. Süd məhsulları mütləq rasyonumuzda olmalıdır. Ən azından günə 2 öğün süd məhsullarından da istifadə etməliyik. Yəni bu şəkildə də ən önəmlisi də təbii ki, fiziki aktivliyimizi artırmalıyıq. Əgər bizi evdə dinləyənlər varsa, çöldə yürüyüş etməyə, idman zallarına getmək imkanı olmayan xanımlarımız, o
zaman Best FM-i dinləyib və rəqs edə bilərlər. Yetər ki, fiziki aktivliyi artırmaq istəyi olsun. Yəni, məncə istədikdən sonra imkansız deyil həyatda işləyir. Mən istəyərdim sonda Tutuqanın özünü necə qidalanıb o haqqında bilmək. Əslində dediklərimi edirəm. İndi təbii ki, mən daha bu işin məktəbini keçmişəm və daha bilinçliyəm bu mövzuda. Hər ortamda nəsə içəcəyini sadəcə bilirəm və ya deyək, elə bir yerdəyəmsə ki, elə bir yemək təklif olunursa ki, bunu imtina etsəm biraz yaxşı çıxmaz yemək məcburiyyəti, o zaman ölçüsünə diqqət yetirirəm, porsiyasına diqqət yetirirəm və o qidanın tərkibindəki qidalara uyğun digər qidaları həmin gün rasionundan çıxarıram. Məsələn, bir nümunə gətirir ki, daha aydın olsun dinləyicilərimizə. Deyək ki, dondurma yedik və ya cheesecake yedik. Cheesecake'in içində nə var? Un var, şəkər var, süd var, meyvə var. Demək, cheesecake yediyimiz gün çörək dilimlərimizi azaldacağıq, süd porsiyamızı azaldacağıq, meyvə deyək ki, 3 porsiyon yediksə 2 porsiya yiyəcəyik və şəkər var deyə çörəkdən, yəni karbonhidratı biraz daha azaldacağıq. O zaman o cheesecake bizə artıq çəki olaraq geri gəlməz. Əziz dinləyicilərimiz, bir daha xatırladım. Qonağımız həkim diyetolog Tutuqanıdır. Tutuqanım, bir daha zəhmət olmasa qeyd edəyərik, sizinlə necə əlaqə saxlasınlar? Məni Facebook və Instagramdan Tutu Diyet yazaraq tapa bilərlər. tutudiyet.com saytından tapa bilərlər. Yəni, elementarı və Google'da Tutu Zeynalova yazsalar. Bir çoxlarımız da çörəyi rasyonumuzdan çıxardırır, amma bildiyimiz bu yuxanı rasyonunuza əlavə edirik. Bunu da istəyərim. Yuxa da çörək qrupunda yer alan bir qidadır, yuxada. Onu amma bəzi insanlar yuxa yiyən amma kökəlirlər. Niyə ölçüsünü tutdura bilmir? Çörək belədir ki, dilimlərdə bilirsən ki, bir dilimi 25 qramdır, 15 qram karbonhidrat aldı. Amma yuxanı limitsiz yeyirik, amma yuxa da evi o kökəltməz deyir, əslində aşırıya qaçır yuxa yeməklə. Ona görə də əgər evdə tərəzi varsa, o zaman 50 qramın üstünə çıxmamaq şərtilə istifadə edə bilərlər. Yəni, bizim heç biri yanlış deyil. Bunu yedim kökələcəm, bunu yedim arıqlayacam deyə bir şey yox. Sadəcə diqqət balanslaşdırın sadəcə. Bəli, günə yararaq balanslaşdırın. Fərqli günlərdə sevdiyiniz qidalardan imtina etmədən əslində hər kəs arıqlaya bilər. Və sonda dinləyicilərimizdə son sözüm. Bəli, unutmayaq ki, həyatda heç nə və heç vaxt bizim sağlamlığımızdan daha vacib olabilir. Son sözüm olsun. Əziz dinləyicilərimiz, bizim qonağımız həkim diyetolog Tutuqanım idi. Bir sözdən sağlam qidalanmaq, yediyimiz qidalara diqqət etmək lazımdır. İnşallah gələn həftənin 3-cü gün görüşmək ümidi ilə Allah'a emanet.